Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. Xoş gördük sizləri. Məşdağa 106 nömrəli marşrut xəttinin yolunda, Albalı yolunda. Yoldan 100 metrə məsafədən ancaq olan məsafəsi. Sot yanından artıq torpaq sahəsinin üzərində belə bir görən modern tipli həyət evimiz çıxıb. Yalnız bir fasadlanma qalıb. O da zövqə görə kimisini alsa inşallah zövqünə görə vurulacaq. Allah hər kəsin malına, mülkünə bərəkət versin inşallah. Həyəti təqdim edək sizlərə və sonra keçərək evin içərisinin təqdimatına inşallah. Evin qabağında işıqlandırması vurulub və açıq eyvan nəzərdə tutulub. Sənədlər bələdiyyədir, kommunallarına qədər var. Qaz, işıq sayğaclarına qədər var. Qeyd etdiyimiz kimi bir fasadlanma, bir də padvalın qapısı qoyulub veriləcək. Burada inşallah giriş hissəsində sizlərə təqdim edək. Rahatlığına həyətə 2 dənə maşın daxil olur. Sağ hissəsində su krantı qoyulub və sağ hissəsində də şambo hissəsi var. Yerdən də ən azından 4 daş, belə deyək, kürsülüdür. Və qeyd etdiyimiz kimi keçək evin içərisinin təqdimatına və qiymət olaraq 63.000 manatdır. Yəni bu qiymətə bildiyiniz kimi biraz evlər tapmaq çətindir. İnşallah keçək evin içərisinin qeyd etdiyim kimi təqdimatına. Koridordur, koridordan ayrı-ayrı otaqlardır. Bir zal, 2 yataq, 1 mətbəx, 1 sanzeldən ibarət. Kombinin xəttlərinə qədər atılıb. Hər otağın və koridorun aboyu ayrı-ayrılıqdadır. Bu hissəsini sizlərə təqdim edək, zal hissəsini. Belə bir səliqəli zalı var. Və sonra keçid edək yataq otaqlarının təqdimatına. Burada bir yataq otaqdır gördüyünüz kimi. İkinci yataq otağında sizlərə təqdim edək. Bu ikinci yataq otağıdır. Və mətbəx hissəsini təqdim edək. Mətbəx hissəsi tam hazır bir vəziyyətdədir. Və keçək sanuzelinin təqdimatına. Sanuzel hazır vəziyyətdə və aksesuarları quraşdırılır, veriləcək. Və dəyərli izləyicilərimiz, qeyd etdiyimiz kimi Məşdağa Albalı 106 nömrəli marşrut xəttinin yanında, tam yolun kənarındadır. Sot yanından artıq torpaq sahəsinin üzərindədir. Qaz, işıq xəttlərinə qədər, kanallarına qədər var. Sənəd bəlgəyə qiymət 63.000 manat. Reallıq